Onun haqqında bir qısa məlumat verim. Danışaq. Urologiya, böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanalından bu hər iki cinsə aiddir, həm xanım, həm kişilərdə. Üstəgəl kişilərdə prostat və toxum kisəcikləri, üstəgəl kişilərdə kişi cinsiyyət sistemi, androloji sistem də urologiyaya aid edildiyinə görə bu sistemin orqanları hamısı urologiyaya aiddir. Və bu uroloji orqanlarda hər hansı bir şikayət pasient tərəfindən bildirilirsə, deməli bu orqanların hansısa birində bir problem var, patologiya vardır. Bəzən olur ki, pasientlər bu şikayətləri çox gec fərq edirlər. Bu halda təsadüfi müayinələr nəticəsində aşkarlaya bilərik. Tutaq ki, Allah uzaq eləsin, bir onkoloji proses gedir böyrəkdə. Onun ilkin əlaməti meydana çıxana qədər pasientin məlumatı olmaya bilər. Bir check-up müayinəsində, ultrasəs müayinəsində bu aşkarlana bilər. Ancaq digər xəstəliklərdə özünü hər hansı bir əlamətlə mütləq büruzə verəcəkdir və bu əlamət olanda pasientlər buna